Əziz izləyicilər, hər birinizi kanalımdan salamlayıram. Bu günləri çox zərif, yüngül, yumuşaq bilinçiklər hazırlamışam. Siz də bu cür gözəl bilinçiklər hazırlamaq istəyirsinizsə, videonu sona qədər izləyin. Keçəyin hazırlama qaydasına əvvəlcə bir qaba 4 ədəd yumurta, 2 stəkan su, qeyd edeyim ki, suyumuz burada çox istidir, otaq temperaturundadır. 2 stəkan süd həmçinin otaq temperaturundadır. Yarım çay qaşığı duz, 2 çay qaşığı şəkər tozu, 2 stəkan yarım da un. Bunların hamısını eyni vaxtda əlavə edib bir-birinin üzərindən blenderdən keçirdirəm. Daha sonra ola bilər sizdə blender olmasın əziz xanımlar. Blenderdən ona görə keçirdirəm ki, içərisində balaca düyünlər qalmasın. Blender olmayanda, elə belə hazırlayanda içində xırda da olsa düyün qala bilir. Elə olanda elə bil süzgəcdən keçirdirsiniz xəmiri. Bütün topaqlar həmən süzgəcdə qalır. Yəni topaqlar içində qalanda bilincik yaxşı alınmır. Tam qarışdırdıqdan sonra üzərinə 5 xörək qaşığı duru yağ əlavə edirəm. Burada da fikir verdisə, duru yağı əlavə edəndən sonra mən blenderdən keçirtmirəm. Sadəcə qaşıqla qarışdırıram, bəs eləyir. Demək olar, yağ elə xəmirin üzərində görünür. Tam xəmirə qarışmır yağ. Tavamızın burada diametri 20 diametrdir. Çox az bura duru yağ əlavə edib keçlə tavanın hər tərəfini yağlayıram. Və bilinçikləri, daha doğrusu xəmiri tavaya əlavə edib bişirirəm. Burada qazın xodunu da özünüz görürsünüz ki, tam iti xodda qoymamışam, çox da zəif xodda saxlamamışam qazı. Yəni orta atəşdə belə. Kənarlarını da çöp ilə burada mən kənarlarını qopardıram. Mənim üçün belə rahatdır. Daha sonra əlimlə çevirirəm. Var ki, xanımlar elə bir bilinçik hazırlayanda spatula ilə çevirirlər. Açığı spatula ilə mən çevirmək mənim üçün çox çətindir. Yəni spatula ilə çevirəndə bilinçiklər yırtılır. Tam rahat çevirə bilmirəm. Ona görə baxın, bilinçikin xəmirini əlavə edəndən sonra tavanı əlimdə gördüyünüz kimi fırladıram kənarlarına. Elə demək olar bütün xəmiri daha çox kənarlarına fırladıram. Ona görə ki, kənarları çox nazik olur bilinçikin. Məsləhətlidir ki, xəmiri əlavə edəndə tavaya əlinizlə tavanı çox fırladın ki, daha çox kənarlarına da getsin xəmir. Ondan sonra kənarını yenə həmən çöplə dairəvi qopardıram, demək olar tavadan. Daha sonra əlimlə çevirirəm. Bütün bilinçiklər hazır oldu. Bu şəkildə çox gözəl, yumuşaq bilinçiklər alındı. Əziz xanımlar, İnanıram ki, siz də hazırlasanız çox bəyənəcəksiniz. Yəni əziyyətli bir iş deyil. Düzdür, biraz vaxt aparır, amma hazırlaması çox asan, dadı da çox gözəl. Təkcə südlə də bilinçik hazırlamaq olar, amma su ilə südü qarışdıranda daha yüngül bilinçiklər alınır. Yəni ağır olmur bizim bilinçiklər. İzlədiyiniz üçün təşəkkür edirəm. Hələlik.